Çox qədim zamanlarda Ninova adında bir kənd var idi. Kənd cəmaatı bolluq içərisində yaşayır, lakin bu bolluğu onlara verən Allaha şükür etmirdilər. Çətinliyə düşdükdə öz əlləri ilə düzəltdikləri bütlərdən kömək istəyir, onlar üçün qurban kəsirdilər. Onlar şirk adlı günahı edirdilər. Kənddə Allahın Yunus adlı bir elçisi də var idi. Allah onu uzun cahillik içərisində yaşayan bu cəmaata peyğəmbər göndərmişdir. O xalqını tək olan bir ilaha ibadət etməyə çağırırdı. Lakin onlar Yunusun çağırışından üz döndərirdilər. Tayfası Yunus peyğəmbərə: Aramızda bu qədər alim və bilikli insanlar varkən, sən tək başına ortaya çıxıb atalarımızın düzgün yolda olmadığını deyirsən. Tanrılarımızı inkar edirsən. Cəmaatın bütlərə ibadət etməsi Yunus peyğəmbəri çox üzürdü. Yunus onlara Allahın əmrlərini anlatsa da, onlar ona inanmır, inadla öz bildiklərinə davam edirdilər. Amma Yunus peyğəmbər tayfasının bu hərəkətlərinə səbr edir, mərhəmətlə onları tək Allaha ibadət etməyə çağırırdı. Lakin qövmi onun dediklərini qəbul etmirdi. Yunus peyğəmbər bu hadisəyə artıq dözə bilməyib, həmin kəndi tərk etmək istədi. Bu zaman Allah Cəllə Cəlaluhu Yunus peyğəmbərə belə vəhiy etdi: Ey Yunus, geri dön və 40 gün insanları imana dəvət et. Bu əmr üzərinə Yunus peyğəmbər qövmünün yanına təkrar geri döndü. Yunus peyğəmbər cəmaatı yenə Allaha qulluğa çağırmağa davam edir. Başqa peyğəmbərlər kimi səbr edirdi. Kənd cəmaatının onun dediklərini eşitməmələrinə dözürdü. Lakin Yunus peyğəmbərin qövmü 37-ci günün tamamında yenə də Allaha iman etməmişdilər. Yunus peyğəmbər qövmünə: O zaman 3 günə qədər başınıza gələcək əzabı gözləyin. Əzabın əlaməti olaraq üzlərinizin saraldığını görəcəksiniz deyib, Allahın əmrini gözləmədən böyük kədər hissi ilə tayfasının yanından ayrıldı.